Salam uşaqlar. Bugünkü dərsimizin mövzusu dəyişən və dəyişməyən xərclərdir. Hazırsınızsa, gəlin başlayaq. Dərsdə öyrənəcəyik dəyişən xərclər, dəyişməyən xərclər, kredit, tapşırıqlar. Lalə atası və anası ilə birlikdə aylıq xərclərini müzakirə edərkən görür ki, bəzi xərclər eyni qalır, bəziləri isə aylara görə dəyişir. Gəlin bunun səbəbini öyrənməkdə Laləyə kömək edək. Dəyişən xərclər: gəlir, xərc, qazanc, yığım. Əldə olunan gəlir müxtəlif məqsədlər üçün sərf edilə bilər. Bu, xərc adlanır. Gəlirdən xərci çıxdıqda qazanc qalır. Yəni, gəlir çıx xərc bərabərdir qazanca. Gəlin modeldə təsvirinə baxaq. Gəlir 50 manat, xərc 35 manat olarsa, yerdə qalan məbləğ, yəni 15 manat bizim qazancımız sayılır. Ailə büdcəsində gəlir və xərclərin fərqi yığım adlanır. Adətən insanlar aylıq xərclərini əvvəlcədən planlaşdırmağa çalışırlar. Elə xərclər var ki, onların məbləği aylar üzrə dəyişir. Buna geyim xərcləri, kommunal xərclər, ərzaq alış-verişi, səhiyyə xərcləri və digər xərclər daxildir. Bir ailənin ərzaq xərcləri, kommunal xərcləri və geyim xərclərini əks etdirən cədvəl verilmişdir. Cədvələ diqqət yetirsək görərik ki, ərzaq üzrə xərclənən məbləğ mart ayında 325 manat, aprel ayında 300 manat, may ayında isə 330 manatdır. Belə xərcləri biz dəyişən xərclər adlandırırıq. Dəyişən xərclər hər ay təkrarlana bilər. Ancaq hər hansı bir ayda ödədiyimiz məbləğ əvvəlki ödənişlərdən və ya gələcək ödənişlərdən fərqlidir. Dəyişməyən xərclər. Elə xərclər var ki, onların məbləği demək olar ki, dəyişmir. Belə xərcləri biz dəyişməyən xərclər adlandırırıq. Dəyişməyən xərc dedikdə müəyyən müddət ərzində, məsələn, bir neçə ay ərzində miqdarı dəyişməyən xərclər başa düşülür. Buna nümunə olaraq kirayəçinin sığortası və ya ev sahibinin sığortası, aylıq mobil telefon abunəsi, aylıq internet xidməti, sağlamlıq, əlillik və ya həyat sığortası təqaüdü, əmlak vergiləri və təlim kursları nəzərdə tutulur. Dəyişən və dəyişməyən xərclər müəyyən müddət ərzində doğrudur. Məsələn, təlim kurslarının aylıq xərci bir müddət dəyişməsə də, başqa kursa keçəndə və ya təlimlərin sayı artanda dəyişə bilər. Və dəyişən xərcləri müəyyən müddət nəzarətdə saxlamaqla biz onu dəyişməyən xərclər sırasına əlavə edə bilərik. Nümunə olaraq geyim xərclərini nəzarətdə saxlasaq və yaxud da ki, limit qoysaq, həmin xərci biz dəyişməyən xərclər siyahısına əlavə edə bilərik. Kredit. İnsan bəzən bir-birindən yaxud banklardan bir müddət sonra qaytarmaq şərti ilə borc ala bilər. Banklardan alınan borc pul müəyyən müddət ərzində əlavəsi ilə qaytarılmalıdır. Bankdan alınan belə pul kredit adlanır. Gəlin nümunəyə baxaq. Əgər müştəri bir il ərzində məbləğin 1/5 hissəsini ödəməklə 4000 manat kredit götürərsə, bu halda aylıq ödənişi tapaq. Deməli, müştərinin götürdüyü kredit 4000 manata bərabərdir. Əlavə ödəyəcəyi məbləğ isə 4000 manatın 1/5 hissəsinə bərabər olmalıdır. Bu zaman gəlin biz 4000-in 1/5 hissəsini tapaq. Bunun üçün 4000-i bölürük 5-ə, eləyir 800, vururuq 1-ə. 800-də 1-ə vuran zaman bərabər olur 800 manata. Deməli, müştərinin 4000 manat kredit üçün bir il ərzində ödəyəcəyi əlavə məbləğ bərabərdir 800 manata. Və ümumi məbləğ isə olur 4000 manat, üzərinə gəlirik 800 manat, olur 4800. Deməli, müştərinin ümumi ödəyəcəyi kredit bərabərdir 4800 manata. İndi isə biz həmin müştərinin 12 ay ərzində hər ay nə qədər məbləğ ödədiyini tapmalıyıq. Bunun üçün 4800-ü bölürük 12-yə. Və cavabımız bərabər olur 400-ə. Deməli, müştəri hər ay 4800 manat krediti ödənişini bitirmək üçün 400 manat pul ödəməlidir. Gəlin verilmiş nümunələrə baxaq. 56 ay ərzində hər ay ödəmək şərti ilə yeni telefon aldım. Telefonun qiyməti 840 manat, əlavə ödəniş isə 132 manatdır. Telefon üçün bir ay ərzində nə qədər pul ödəmək lazımdır? Məsələnin şərtində telefonun qiyməti 840 manat olaraq verilmişdir. Gəlin buraya yazaq 840 manat və 50-nin əlavə ödəyəcəyi məbləğ 132 manata bərabərdir. Deməli, biz 840 manatla 132 manatı toplamalıyıq.
və 50-nin telefon üçün ödəyəcəyi ümumi məbləğ bərabər olur 972 manata. Əli aldığı telefonun qiymətini 6 ay ərzində hər ay məbləğlərə bölərək ödəməlidir. Deməli, biz 972 manatı bölürük 6-ya. Deməli, 972 manatı 6-ya bölən zaman eləyir 162 manat. Əli 6 ay ərzində telefon üçün 162 manat pul ödəməlidir. Gəlin digər nümunəmizə baxaq. Ailənin cədvəldə qeyd olunan 1 aylıq dəyişməyən xərclərinin cəmini tapın. Dəyişməyən xərclərə diqqət yetirməliyik. Ərzaq dəyişən xərcdir, kommunal xərclər dəyişən xərclərdir. Telefonun aylıq abunə haqqı dəyişməyən xərcdir. Yəni hər ay ailə 3 manat ödəniş edir. Onun qiymətini qeyd edək. Mobil telefon, danışıq xərci dəyişən xərcdir. İnternet xərci dəyişməyən xərcdir. 3+35 yazırıq. Və daha sonra geyim, ayaqqabı, aksesuarlar dəyişən xərcdir. Məşğələ və dərnəklər dəyişməyən xərcdir. Həmin xərci də hesablayırıq. Digər xərclər istirahət, nəqliyyat, təmir, müalicə isə dəyişən xərclərdir. İndi gəlin hesablamamızı aparaq. 3+35 eləyir 38, 38 + 70 eləyir 108. Deməli, ailənin 1 aylıq dəyişməyən xərclərinin cəmi bərabərdir 108 manata. Uşaqlar, artıq Lalə bilir ki, nə üçün biz aylıq xərclərimizi şərti olaraq dəyişən və dəyişməyən kimi 2 qrupa ayırırıq. Tapşırıqlar. Video fasilə verərək ekranda gördüyünüz tapşırığı yerinə yetirin. İndi isə gəlin tapşırığın həllinə baxaq. Bank 1 illik krediti məbləğdən əlavə onun %18 hissəsini geri qaytarmaq şərti ilə verir. İş adamının bir ayda gəliri 15.000 manat, xərci isə 10.000 manatdır. Onun aylıq qazancı dəyişməzsə, bankdan götürdüyü 50.000 manat krediti 1 il ərzində qaytara bilərmi? Gəlin birinci hesablayaq görək ki, iş adamı 1 il ərzində əlavə məbləğlə birlikdə banka nə qədər pul qaytarmalıdır? Bunun üçün biz 50.000-in %18 hissəsini tapmalıyıq. Buna görə 50.000-i bölürük 100-ə eləyir 500 və 500-ü vururuq 18-ə eləyir 9.000. Deməli, iş adamının əlavə ödəyəcəyi məbləğ 9.000-ə bərabərdir. 50.000-lə 9.000-i də toplayırıq. Eləyir 59.000. Deməli, iş adamının 1 il ərzində ödəyəcəyi ümumi məbləğ 59.000 manat olacaq. Bir ayda gəliri 15.000 manat, xərci isə 10.000 manatdır. Gəlin iş adamının 1 aylıq qazancını hesablayaq. Bunun üçün 15.000-dən çıxırıq 10.000-i. Və bizə aydın olur ki, iş adamının aylıq qazancı olacaq 5.000. Və əgər iş adamının qazancı aylıq 5.000-dirsə, 12 ay ərzində onun qazancını hesablamalıyıq. Bunun üçün biz 5.000-i vururuq 12-yə. Bu da eləyir 60.000. Deməli, iş adamının 1 illik qazancı olacaq 60.000, bankdan götürdüyü kredit isə bərabərdir 59.000 manata. Biz buna əsasən deyə bilərik ki, iş adamı götürdüyü kreditin ümumi məbləğini 1 il ərzində qaytara bilər. Tapşırıqlar. Video fasilə verərək ekranda gördüyünüz tapşırığı yerinə yetirin. Tapşırığın izahına baxaq. Cədvəldə ailənin 3 ayda xərcləri manatla verilib. Aylıq gəliri 2140 manat olan ailənin 3 ay ərzində yığımı neçə manat olar? Gəlin birinci ailənin aylar üzrə ümumi xərclərini hesablayaq. Bunun üçün dəyişən xərcləri və dəyişməyən xərcləri toplamalıyıq. Yəni, yanvar ayı üzrə 916 manat, üstəgəl 96 manat bərabər olur 1012 manata. Fevral ayı üzrə 888 manat, üstəgəl 96 manat bərabər olur 984 manata.
Mart ayı üzrə isə ailənin ümumi xərci olacaq 1125 üstəgəl 96. O da bərabərdir 1221 manata. İndi isə ailənin aylıq xərcləri verilmişdir. Gəlirdən aylıq xərcə çıxmaqla biz ailənin aylıq yığımını tapa bilərik. Yəni 2140-dan çıxmalıyıq 1012-ni. Bu zaman ailənin yığımı olacaq 1128 manat. Və daha sonra fevral ayı üzrə yığımı hesablamaq üçün 2140-dan çıxmalıyıq 984-ü. Ailənin yığımı olur bu zaman 1156. Və mart ayı üzrə ailənin yığımını hesablamaq üçün 2140-dan çıxırıq 1221-i. Ailənin mart ayı üzrə yığımı bərabər olur 919 manata. Və biz 3 ay ərzində yığımın neçə manat olduğunu tapmalıyıq. Ona görə həmin yığımları toplayırıq və alınan cavabımız bərabər olur 3203 manata. Deməli, ailənin 3 ay ərzində yığımı olmalıdır 3203 manat. Uşaqlar, bugün biz sizinlə dəyişən və dəyişməyən xərclər və kredit haqqında öyrəndik, mövzu ilə bağlı tapşırıqlar işlədik. Ümid edirəm ki, dərsimiz sizin üçün maraqlı idi. Növbəti dərs görüşənədək.